Təşəkkürlər Azad bəy bu xoş sözlərinizə görə və əziz dostlar, artıq 7-ci Biznes İdarəçiliyi Forumunun ilk panel çıxışlarını açıq elan etməyin vaxtıdır. Bir daha xatırladım ki, panel çıxışlardan sonra, spikerlərimizin çıxışlarından sonra sizin 40 dəqiqə vaxtınız olacaq ki, spikerlərimizə öz suallarınızı ünvanlaya biləsiniz. İndi isə idarəetmə trendləri panelinin moderatorunu səhnəyə dəvət etməyin vaxtıdır. Əminəm ki, bir çoxlarınız tanırsınız onu. Bilməm, təqdimata ehtiyacı var, yoxsa yox. Qarşılayın, pozitiv və enerjili mutfaqçı şirkətinin qurucusu və rəhbəri tanınmış iş adamı İlkin Manafov alqışlarınızla səhnəyə dəvət edirəm. Çox sağ olun Fərdə xanım, çox hörmətlərim, sizə də uğurlar. Əziz dostlar, hörmətli sahibkar menecer komandası, sizlərin hər birinizi Azərbaycanın əminəm ki, ən mötəbər biznes tədbiri olan Biznes və İdarəçilik Forumunda ürəkdən salamlayıram. Əminəm ki, bu forumun təşkilatçılığı yalnız vaxt, maddiyyat deyil, həmçinin öz gördükləri işə fantastik sadiqlik, ürəkdən sevgi tələb eləyir və buna görə də mən SAT qrupa ayrıca çox sağ ol deyirəm. Sağ olsun ki, öz işlərindən əlavə ölkədə biznesin inkişafı üçün belə tədbirlər eləyirlər. Sağ olsunlar ki, ölkənin iqtisadiyyatının inkişafına öz töhfələrini verirlər. Çox sağ olun. Bizim panel əslində müasir biznesin ən vacib xüsusiyyəti olan trendlər barədədir. İdarəçilik trendləri. Əslində, biz bilirik ki, süni intellekt, müxtəlif yeni həllər, hər keçən gün insan əməyinin harda daha faydalı olması barədə suallar yaradır. Və mən əminliklə bildirmək istəyirəm ki, idarəetmə elə bir sahədir ki, o sahədə heç bir zaman qeyri-insan beyni qalib gələ bilməz. Çünki idarəetmə məhz o bizim bildiyimiz yumşaq biliklərin üzərində qurulur. Çünki məhz idarəetmə əsasında şirkətlər inkişaf edirlər. Məhz düzgün menecment əsasında Azərbaycanımızda olan şirkətlər güclənir, böyüyür. Və mən bu günlərim biznesdə, idarəetmədə yeni trendlərdən danışdığımız zaman çox əminliklə deyirəm ki, bugün bu paneldə səslənən bütün fikirlər burada oturan hər bir insanın öz biznesinə birbaşa təsir göstərəcəkdir. Buna görə də mən panelə başlamamışdan əvvəl sizdən xahiş edirəm ki, panelə maksimum sual-cavab formatına hazır olasınız. Öz suallarınızı bizim hörmətli spikerlərimizdən əsirgəməyəsiniz. Ona görə ki, bu günlərim Azərbaycan biznesinin ulduzları, sözün məcazi mənasında olsa da, tam əminliklə deyirəm. Azərbaycan biznesinin ulduzları bu günlərim SAT qrupun təşkil etdiyi forumun səhnəsində olacaqdır və bu insanlardan, bu şəxslərdən öyrənməyə dəyər. Biz bilirik ki, əvvəllər belə bir fikir var idi. İdarəetmə pilləkənlə, çox şərti iyerarxiya ilə həyata keçirilirdi. Düşünülürdü ki, bir subordinasiya var və s. Müasir dövrdə trendlərdən biri də ondan ibarətdir ki, müasir idarəedici həm də liderdir. O, özü bizə ilham verir. O, özü bizə yön verir. O, özü öz komandasını daha böyük həllərə doğru hədəfləyir. Biz əvvəllər düşünürdük ki, bütün şirkətlərdə uzun müddətli planlar olmalıdır. 3 illik, 5 illik planlar qoyulurdu. Müasir biznes deyir ki, bu günlərim planlar agile managementlə özünü əvəz eləyir. Hər keçən gün planlar hədəfə görə dəyişə bilər və yaxud bizim hərəkətlərimiz atdığımız addım və ya çatdığımız zirvədən sonra yenidən başqa formada istiqamətlənə bilər. Mən düşünürəm ki, bu günlərim bizim paneldə olan hər 3 spiker yeni trendlər barədə və ən əsası Azərbaycanda olan yeni biznes trendləri barədə sözün hərfi mənasında tam olaraq bir cığır açan insanlardır. Liderlikdə ortaq ağıl və ümumi dəyərlər.
bu barədə çıxış etmək üçün Burhan bəyi Omid şirkətinin, Omid mağazalar şəbəkəsinin rəhbəri Burhan bəyi səhnəyə dəvət edirik. Burhan bəy, salam. 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 Buyurun, keçin. Sağ olun. Biz bir tərəfdən müasir idarə etmədən danışırıq, biz bir tərəfdən yeni trendlərdən danışırıq. Paralel olaraq da biz bilirik ki, istənilən yeni trend bir kökün, bir istiqamətin, bir ənənənin üzərində daha da güclü olur. Bu formada danışmaq üçün, yeni trendlərdən və ənənəvi istiqamətlərdən danışmaq üçün biz səhnəyə çox hörmətli Rəşad bəy səhnəyə dəvət edirik. Rəşad müəllim Araz mağazalar şəbəkəsinin rəhbəridir. Salam Rəşad müəllim. Buyurun. Dünyada belə bir trend var. Sahibkarlar istəyirlər ki, menecerlər sahibkar kimi düşünsün. Və heç təsadüfi deyil ki, bugün dünyada korporativ sahibkarlıq deyilən bir anlayış formalaşıbdır. United Payment şirkətinin rəhbəri, çox hörmətli Elqar bəy, forumda korporativ sahibkarlıqdan danışacaqdır. Buyurun. Düşünürəm ki, hər üç spikerimiz səhnədədir və biz öz panelimizdə idarəetmədə yeni trendlər barədə 3 istiqamətdə söhbət aparacağıq. Söhbətimizdə birinci olaraq Burhan bəydən başlayaq. Peki. Burhan bəy, uğurlar.